İndi isə bəzi keçəli sözlərdə saitin düşməsi qaydasına baxaq. Ümumiyyətlə, bu hansı sözlərlə bağlıdır? Sonu qapalı saitlə bitən sözlərlə bağlıdır ki, sonu qapalı, yəni ı, i, u, ü ilə bitən sözlərdə bəzən olur ki, son qapalı sait düşür və ya bəzən qalır. Deməli, iki yerə bölürük dəftərdə. Yalnız mənsubiyyət artırdıqda düşənlər var ki, hal olanda heç bir dəyişmə, fərq olmur. Bir də var ki, həm hal, həm də mənsubiyyət olduqda düşənlərdir. Deməli, yalnız mənsubiyyətdə düşənlər hansılardır? Bədən üzvləri, yəni sonu qapalı ilə bitən bədən üzvləri. Məsəl üçün deyirəm ki, ağız, alın, boyun, burun, qarın qapalı ilə bitən bədən üzvləri yalnız mənsubiyyətdə düşəcək. Bir də iki dənə qohumluq anlayışı var. Oğul, qayın. Bunlarda da yalnız mənsubiyyətdə düşəcək. Bir də könül sözü var, könül. Bunu ürəklə yadda saxlayaq ki, düşür. Bir də əyin sözünü yadda saxlayaq ki, əyin sözü də yenə bədən üzvündən yadda saxlayırıq ki, yalnız mənsubiyyətdə düşəcək. Deməli, bədən üzvləri oğul, qayın, könül. Bu sözləri yadda saxladıq ki, yalnız mənsubiyyət artırdıqda düşür. Bir də qayın sözündə diqqətli olaq. Qayın sözü amonim sözdür. Bir var, ağac var. O ağac olanda düşmür. Amma qayın sözü qohumluq anlayışı olduqda düşür. Yəni, bura yazıram qohumluq. Bir də qoyun sözündə buradan ayrıca olaraq yazıram bədən üzvü olan qoyun. Yəni, qoyun qucaq mənası olanda düşür. Bildiyimiz heyvan qoyun olanda düşmür. Yaxşı, söhbət burada ondan gedir. Bədən üzvlərində düşəcək mənsubiyyətdə. Qoyun sözü əgər heyvan anlayışıdırsa qəti şəkildə düşmür. Amma qucaq mənasında deyirəm ki, ana körpəsini qoynunda yatırırdı. Qucağında mənasıdırsa mənsubiyyətdə düşəcək. Qayın yenə ağacdırsa düşmür, amma qohumluq anlayışıdırsa düşəcək. Nümunələr yazacağım hər birinə aid. Bir də var həm hal, həm mənsubiyyətdə düşənlər. Bu sözlərdə oxşar sözlər gedir. Yazaq bir-bir. Və bu da nə vaxt ola bilər? Bizim bəzi məqamlarımız var, yəni bəzi sözlərimiz var ki, onları əzbər yadda saxlamalıyıq ki, həmin sözlərə hal artırdıqda və ya mənsubiyyət artırdıqda fərqi yoxdur. Hal, mənsubiyyət hər ikisində düşür, yəni qapalı sait düşür. Elə sözlər var ki, halda düşmür, yalnız mənsubiyyətdə düşür. İndi o sözləri bir-bir yazacağam, dəftərə qeyd edib qəşəng formada əzbərləməliyik. Deməli, sözləri qruplaşdıraraq yazdım, oxşar səslənişlərlə bu formada yadda saxlayaq. Ətir, sətir, qədir, qəbir, səbir, xeyir, ömür, islim, lislim, cislim, zehin, izin, eyib. Əsil, nəsil, fəsil, meyil, şəkil, sinif, heyif. Bu sözlərdə də həm hal, həm mənsubiyyətdə düşəcək. İndi isə bunun nə demək olduğunu izah edirəm. Diqqətlə qulaq asaq və dəftərə qeydləri yazaq. Çünki biraz qarışıq mövzudur. Testlərdə də tez-tez qabağımıza çıxır ki, məsələn, adlı halda olanı göstər, hansı halda olduğunu deyir. Bax, bunlar qabağımıza çox çıxacaq. Məsələn, gedirəm birinci bədən üzvlərindən birini götürürəm. Deyirəm ki, ağzı, bir də deyirəm ağzı. Sonra könlü, oğlu, bir də oğlu. Bunların hamısı düzdür. Bütün variantlarımızın hamısı düzdür. Düşə də bilir, çünki düşməyə də bilir. Və düşmə qaydası nə vaxt idi? Mənsubiyyət idisə, düşmürdüsə haldır. Baxıram ki, ı qalıbdır. Qalıbsa deməli ağzı sözü haldır. Sonra ağzı yenə düşübdür, düşübsə mənsubiyyətdir. Könlü düşübsə mənsubiyyətdir. Oğlu düşübsə mənsubiyyətdir, oğlu haldır. Deməli bu formada tapırıq. Bu hissəni tapmaq rahatdır. Düşübsə mənsubiyyətdir, mənsubiyyətdə adlı hal sayılacaq. Yox, düşməyibsə onda olacaq bu hal şəkilçisi. İndi isə həm hal, həm mənsubiyyətdə düşənlərə baxırıq. Ətir, sətir, bunlar ümumiyyətlə həmişə düşməlidir. Saitlə başlayan şəkilçi gəlirsə fərq yoxdur, düşməlidir. Düşməməlisi səhv olacaq. Hətta biz normalarda keçəcəyik ki, düşməməyi fonetik normanı pozmuş olur. Məsəl üçün deyirəm ki, ətiri, bu səhvdə artıq düşməlidir, belə olmalıdır. Ətiri və ya zehni. Zehini desək, səhv olacaq.
Bax, bunu mütləq şəkildə yadda saxlayaq. Digər tərəfə dəftərdən işarə qoyub yazırıq ki, hal ya da mənsubiyyət olduğunu təklikdə bilmək olmur, yalnız cümlə daxilində bilmək olur. Yəni, bu sözlərə artırılan şəkilçinin yazdaq. Bu sözlərə artırılan şəkilçinin hal yoxsa mənsubiyyət olduğunu deməli, yalnız cümlə daxilində tapa bilərik, təklikdə tapa bilmirik. Testlərdə verəcək ki, hansı variantdakı sözü həm hal, həm mənsubiyyət kimi düşünə bilərik. Biz burada verilənləri götürməliyik. Desək ki, məsələn, hansı variantdakı sözün halını dəqiq deyə bilirik, digər tərəfi götürürük. Bədən üzvləri, oğul, qayın, köllü. Bunları götürmüş olacaq. Məsələn, bir dənə də cümlə daxilində tapaq. Məsələn, deyirəm ki, sinfi təmizlədilər. Bir də sinfi əla oxuyur. Hər iki halda düşübdür. Düşməsəydi səhv olardı, düşməlidir mütləq şəkildə. İndi biz tapmalıyıq ki, burada haldır yoxsa mənsubiyyətdir. Dediyimiz qaydalarla gedirik. Biz demişdik ki, i şəkilçili sözün qabağına onun sözü artıra biliriksə, yəlik hal söz artıra biliriksə, mənsubiyyətdir. Artıra bilməyib, nəyi sual verirdisə, təsirli halda. Nəyi təmizlədilər? Sinifi. Təsirlik. Onun sinifi təmizlədilər deyə bilmirik. Amma desəm ki, onun sinifi əla oxuyur deyə bilirəm, ona görə olacaq təsirlik hal. Bu oldu bizim qaydamızdan bağlı əsas hissələrimiz. Bir də ağıl sözünü yadda saxlayaq. Biz düzdür burada qoyun sözünü, qucaq sözünü dedim. Bir də ağıl sözü var ki, əgər ağıl beyin, zəka mənasında gedirsə, yalnız mənsubiyyətdə düşəcək. Ağıl bir də var, heyvanları salmaq üçün olan qapalı bir yerdir. Bax, elə də düşməyəcək. Nə halda, nə mənsubiyyətdə düşməyəcək. Mənaya baxmalıyıq. Deyirəm ki, ağılın qapısını bərkitdi. Burada artıq düşmə yoxdur. Çünki ağıl deyəndə zəka mənada deyil. Bu artıq bildiyimiz o qapalı, heyvanları saldıqları qapalı yer mənasındadır. Bunu da yadda saxlayaq. Bir də testdə daha çox nağıl sözü düşüb çaşdırmışdılar. Nağıl sözündə ümumiyyətlə düşmə yoxdur. Düşmə olmayacaq. Nağıldı, taxıldı, paxıldı, müdirdir. Bu tip sözlərdə düşmə olmayacaq. Olduğu kimi qalır. İndi isə isimlərin şəxsə görə dəyişməsinə baxaq. Deməli, biraz əvvəl mənsubiyyətdə dedik ki, isimdə 3 şəxs var. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Bu şəxslərin də bir təki var, bir də cəmi var. Birinci şəxs mən və sən sözüdür. Tutaq ki, mən şagirdəm, mən müəlliməm. Am, əm şəkilçisi, qrammatik şəkilçisidir. Burada yerini yazaq. Tutaq ki, sən şagirdsən. Şəkilçisi sən olacaq, qrammatikdir. O şagirddir, dır şəkilçisi olacaq. Biz, digər tərəf cəm bizlə gedəcək. Biz şagirdik və ya müəllimik, ıq, iq, uq, ük şəklində gedir. Sonra siz şagirdsiniz. Onlar şagirddirlər. Dır, bir də lar şəkilçisi. 2 qrammatik olacaq burada. Bu oldu bizim şəxslərimiz. Və qeyd olaraq dəftərə yazırıq ki, birinci və ikinci şəxs yalnız insana aid olur. Üçüncü şəxs insan, cansız varlıqlar, bir də digər varlıqlar aid ola bilər. Çünki mən, sən, biz, sizi onsuz da biz digər varlıq kimi götürə bilmərik. Amma o, onlar fərqi yoxdur. Məsələn, o böyükdür. Əşya nəzərdə tuturam, heyvan nəzərdə tuta bilərəm, fərqi yoxdur. Şəkilçiləri qrammatik şəkilçilərdir. Şəkilçilərin tələffüzündə diqqətli olaq. Dır şəkilçisi dır şəklində tələffüz olunacaq. Iq şəkilçisi yerinə görə ixla daha doğrusu daha çox tələffüz edirik. İk olanda da ixlə tələffüz olunacaq. Iq, ik şəklində yazıram bura. Sınız şəkilçisi də sız şəklində tələffüz olunacaq. Siz şagird, siz şəklində. Dırlarda da yenə r düşəcək.
dılar şəklində tələffüz olunacaq. Tələffüzünü də yadda saxlayaq və təsirli halda demişik, təkrar bir də deyirəm, təsirli hal şəxs şəkilçisi qəbul etmir. Qəbul etmir. Bu bir qaydamız oldu. Daha sonra şəxslə bağlı yenə onu deyək ki, digər hallarda olan sözlər şəxs şəkilçisi qəbul edə bilər. Bir də nəyi yadda saxlayırıq? Şəxs şəkilçisi bərabərdir xəbərlik şəkilçisi. Eyni şeydir. Eyni şey olacaq. Son olaraq bir qeydimizdə yazırıq ki, şəxs şəkilçili sözlər yalnız xəbər olur. Cümlə üzvü kimi yalnız xəbər olacaq. Yalnız xəbər olur. Bir də şəxs şəkilçiləri vurğu qəbul etmir. Düzdür, vurğunu proqramdan çıxarıblar, yenə də yadda saxlayaq. Testlərdə qabağımıza çıxa bilər. Şəxs şəkilçiləri vurğu qəbul etmir.